ki, nələr eləməlidir. Bu cür uyarıcı tədbirlərimiz də olasıdır. Eyni zamanda digər bizim ideya düşüncələrimiz də var, yəni seminarlar təşkil etmək. Ümumiyyətlə, dünyada səlahiyyətdə baş verən öz sahəmizə aid məlumatları əsl real tədqiqatlardan eşidək, bu ciyeldiləri artırır. Onunla xəstədə şəkər qəfil yüksəlir. Yəqin ki, və üstəlik bariatrik cərrahiyə deməli, dərnəyinin rəhbərində Biz uşaqları gəlir, 15 yaşlarında hansı çəkinə. Biz onları məsələn ilkin olaraq əlbəttə hormonal fona baxırıq. Buna görə təyinatımızı veririk, ginekoloji hormonlarda dəyişiklik, avtomatik qalxma bənzər vəzinlə bağlı digər sorunları, dərmanları, yaş həddi necə yaşayır? Yaş həddi ilə bağlı xüsusi vurğuluqda ədalsızlıqlar yenə qalxlar, 18 uşaqlarda tədqiqatında heç bir söz yox. İndi bütün dünya bizi bu kimi istifadə. Yəni yetişdirir zərərli dərman yeməkləri, xəstələndirir, sonra da bizim əməyimizlə bu yenə də qazandırır dərmanda. Başa düşürsünüz? Yəni qaraciyər dediyiniz kimi transplantasiya o zaman Zooloji bir şeydir dərman. Biz etiatrop müalicəni unutmalıyıq, unutmamalıyıq. Steatohepatitin qabağına var, qaraciyər əldən getməsin, qlukoz dayandıraq.